Deməli uşaqlar, birinci sualdan başlayırıq. Cəlallərdən fərqli olaraq Qaraqoyunlu dövləti. Şirvanşahların asılı hala salınması oxşardı. Azərbaycanda Teymurların hakimiyyətinə son qoyan Qaraqoyunlulardı. Amma tayfa kimi 1408-də dövlət kimi yox. İldırım Bəyazidlə dost olması, ikisi də dostdur ki, İldırım Bəyazidin yanına gedib sığınıblar. Təbrizin paytaxt olması hər ikisi üçün paytaxt olub. 1359-da Cəlalilər, 1410-da Qaraqoyunluların Alaşkert döyüşündə məğlubiyyətə uğradılıb. Bəli, söhbət Qaraqoyunludan gedir. 32. Venn diaqramına çıxarım. Qaraqoyunlu dövlətinin asılı hala salınması. Bundan heç bir Qaraqoyunlu dövlətini görməyib. Ona görə A-nı silirəm. A getdi, C getdi, B getdi, D getdi. Bütün variantlar getdi, qaldı Y variantı. 1'e yazıb C-ni. Çingizxan 1211-15-də Çinin şimalını tutub, düz deyir. 2'ye yazır Y-ni. 1398-99-da Dehlini tutub, düz deyir. 3'e yazıb D-ni. Demək Moskvanı ələ keçirib 1382-də, düz deyir. Oxşarlığa da yazır B-ni. Hamısı bunlar Mərkəzi Asiyada olublar, düz deyir. Daha gec baş vermişdir. Qızıl Ordu xanı Əhməd xan Moskvaya gedib 1480 Uqra görüşü. Dehlidə Xələcilər hakimiyyətə gəlib 1290. Teymuri süqut eləyib 1507. Kalka döyüşü 1223. İspaniya Qranadanı işğal edib 1492. Ən gec olan C variantıdır. 34. Qacarlar dövlətinin ilk anti-imperialist hərəkat Nəsrəddin Şah İngilis kapitalisti Talbotla 1891-92-ci illərdə müqavilə bağlayır. 91-də daha doğrusu müqavilə bağlayır. Bunu eşidən əhali qəzəblənir. 92-də üsyan qaldıraraq Talbot ölkədən qovulur. Müqaviləni də ləğv edir. Bu da Nəsrəddin Şaha qarşı ilk anti-imperialist hərəkat hesab olunur. Xalisə torpaqlar satılıb 1886-da. Seçkili orqan əncümən 2 dənədir. Biri 1905-11-də ilkidir. Xiyabani 17-20-də həyata keçirə bilmədi. Pişəvəri 41-46-da həyata keçirdi. Deməli, əncümənlər seçkili orqan Təbrizdədirsə, bu birincini götürür, 5-11 aiddir. Səttar xan başçılığı ilə hərbi şura Təbriz üsyanı 1908-dir. Qacarlar sülaləsinin hakimiyyətinə son qoyulması da 1925. Cavab C variantı. Xəritə və cədvələ əsasən 1 Marağadır, 4 Təbrizdir, 2 Gəncədir, 3 Şamaxıdır, 5-dəki Naxçıvandır. Düzgün bəndə baxıram. 1, 2, 3. Deyir zəlzələ olub, düz deyir. 2 ilə 3-də olub, amma 1-də deyil. 1 Marağadır. Təbrizdə olub 1042-də, Gəncədə olub 1139-da, Şamaxıda olub 1192-də. Yəni 1-də Marağada olmayıb, yenə 1-i götürmürəm. 1 ilə 4 Sac və Hülakilərin paytaxtı olub. 1 ilə 4 Hülakilərin paytaxtı olub, amma Sacilərin paytaxtı ancaq 1-dir, yəni Marağa, 4 deyil. Bu da yanlışdır. 2, 4, 5 Cəlalətinə qarşı üsyan olub. Bəli, ən güclüsü Gəncədə, 2-də, Naxçıvanda da var, Təbrizdə də var. 3 doğrudur. 2, 4 Monqolların ilk yürüşündə xərac ödəyib. Bəli, Təbriz 3 dəfə, Gəncədə 1 dəfə. Cavabımız 3, 4. Sparta cəmiyyətinə aiddir. Fəlsəfə, ədəbiyyat və incəsənəti qadağan idilər. Düz deyir. Əyləncə sayırdılar bunları. Taxıl və digər ərzaq məhsulların xaricə ixracının dayandırılması yanlışdır. Bu aiddir salon islahatlarına. Əhalinin xaricə getməsinə icazə verilmirdi. Bəli, ancaq müharibə vaxtı Spartalılar harasa gedə bilərdi. Ondan başqa heç yerə gedə bilməzdilər. Yoxsul Afinalılar, Afina nə dəxli Spartaya? Bu da aid deyil. Deməli, aid olanlar 1, 3. O da yəqin ki, A variantında da düşməyib. İraq Səlcuq hökmdarı Mahmud Şirvana yürüş elədi. Nəticədə demək Şirvanşahlar xəracı dayandırıb da. Görək elə bir cavab varmı? Axistan Gürcü çarı 3-cü Georgi ilə yaxınlaşdı. Xeyr. Şərtində 3-cü Mənüçöhürdən danışır. Yəni burada Axistandan getmir söhbət. Paytaxt Şamaxının zəlzələ nəticəsində dağılması, bu da Axistan dövrüdür 1192. Məziyyədlər sülaləsinin Səlcuq asılılığına son qoyması Məziyyədlər sülaləsindən getmir, axı söhbət Kəsranilərdən gedir. Yəni söhbət Mənüçöhürün dövründən gedir. Şirvanşah, əslində cavab C bəndidir, elə. Demək, bu məziyyədlər deyil də, Kəsranilər olsaydı götürərdik bəlkə C-ni ki, Kəsranilər Səlcuq asılılığına son qoyuldu. Bunu götürərdik, amma məziyyətlər deyil. Şirvanşahlar dövlətinin Eldənizlərin müttəfiqinə çevrilməsi, bu da Axistan dövrüdür. Cavab Y bəndi. Şirvan hökmdarının Səlcuqlara, yəni söhbət 3-cü Mənüçöhürün 1123-də xəracı dayandırması. Cavab Y variantı. 38. Müsavat yaranıb 1903-də yalan deyir. Müsavat yaranıb 1911-də.
Qeyrət yaranı 1905-də düzdür Əli bəy Rəfibəli tərəfindən doğru. Difaya 6-da yaranıb Əhməd bəy Ağayev tərəfindən bəli 9-da da fəaliyyətini dayandırıb. Hümmət 1911-də deyil 4-dədir. Demək bu da yanlış variantdır. Özdə Əli bəy Hüseynzadə yox, Məmməd Əmin Rəsulzadə və demək yəni cavabımız da konkret 2 ilə 3. 2-3 doğru cavabımız 2-3'dür. Hümməti yaradanlar isə Məmməd Əmin Rəsulzadə ilə Mövsümovdur deyənə Əli bəy Hüseynzadə yanlışdır. Cavabımız 2-3B variantı. 39. 1-ci minilliyin əvvəllərində qədim Misirin tarixi üçün səciyyəvidir. Minilliyin əvvəli Roma dövlətinin əyalətinə çevrilməsi bu eradan əvvəl 30'lu 1-ci minilliyin sonudur, lap sonudur hətta. Hakimiyyət uğrunda mübarizə nəticəsində zəifləməsi bəli. Söhbət 1-ci minillikdən gedirsə doğrudur. Sonra Makedoniya İskəndərin hücumuna məruz qalması bu da 1-ci minilliyin ikinci yarısıdır, yəni əvvəlləri deyil. Ərazisinin bir qismini itirməsi demək bu da doğrudur. Doğru. Cavabımız olacaq 2, 4, Y variantı. Məntiqi ardıcıllıq. Çağrı bəy kəşfiyyata gedir 1015-də. Bizans qoşunlarını məğlub edir. Nəticədə də Naxçıvan və Van göl ətrafındakı əraziləri Bizansdan alır, yiyələnir. Cavab D bəndi. Azərbaycan ərazisinə Səlcuq dövlətinin əsası Nişapurda qoyulub 1038, özü Azərbaycanda yox, Mərkəzi Asiyada qoyulub bu dövlətin əsası. Bizansın Şərqi Anadolunu həmişəlik Türk torpağına çevirməsi 1071'dir. Bu da yanlışdır. Çağrı bəyin sultan elan olması Çağrı bəy sultan olmayıb, özü sultan olan demək Toğrul da değildi. Alp Arslan idi. Yox, Toğrul idi Dəndənikən döyüşündən sonra 1040'da. Çağrı bəy ümumiyyətlə hökmdar olmayıb heç. Azərbaycan bütövlükdə Səlcuq imperiyasının tərkibinə qatılması bu da 1066 Şirvanşahlarındandır. Uyğun cavabımız D variantı. 41. Cənubi Qafqazda dövlət kəndlərinin torpaq quruluşu haqqında qanuna görə nəsl söhbəti vardı orada. B bəndi. Dövlət kəndləri icma torpaqlarının nəsli istifadə. Cavab B variantı. Biyar günlərinin və müxtəlif peşkəşlərin əvəzinə pul mükəlləfiyyəti tətbiq olundu. Bu 1870'dədir. Kəndlər müvəqqəti mükəlləfiyyəti vəziyyətdən azad olub. Bu 1912-13'dədir. Dövlət kəndlərin köçmək hüququ 1853'dədir. Seçkili orqan olan vahid kənd idarəsi də 1865'dədir. Yəni bunlar sahibkar kəndlərinə aiddir. Hamısı B dövlət kəndlərinə aid olan bir şeydir. 42. Toxtamış Moskvanı yandıranda Şirvanşah 1382 Dərbəndlər hakimiyyətə gəlib. C variantı. Kür çayı sahilində Teymur Ömərin qoşunları üzərində qələbə qazandı. Bu 1405'dir. İbrahim. Təbrizi tabi edərək Azərbaycan vahid halda birləşdirdi. Bu 1406'dır. Qaraqoyunlu dövlətindən asılıq 1412'dir. Kür döyüşündən sonra ikinci Kürdür. İlxani dövlətinin tənəzzülündən istifadə edən müstəqil siyasət yürütdü. Bu da Əbu Səidin ölümündən sonra 1335'dən sonradır. Uyğun cavabımız C variantı. 43. Xəritədə 1 İspaniyadır, 2 dövrə uyğun olaraq Bizansdır, 3'dəki Fransadır. Rekonkista hərəkatı İspaniyada 1A. Kapetinglər Fransada 3B. Latın imperiyasının əsası qoyulub Bizansda 2C. İmperator Justinian müqəddəs Safiya inşa edilib Bizansda 2D. Əməvilər tərəfindən Kordova xilafəti yaradılıb İspaniyada 1Y. Deməli 2'yə C ilə D-ni yazanda cavabımız çıxır D variantı. 44. Albaniya paytaxtı Bərdə şəhərinə ona görə köçürüldü ki, Qəbələnin şimal tayfaları dağıtmışdı. Cavab Y variantı. Sasanilərin Albaniya ərazisinə işğalçı yürüşə hazırlaşması paytaxt olub Bərdə 444'də, Sasanilər Albaniyaya gedib 262'də. Dizrav döyüşü 371. Xosrov Ənişiravan 6-cı əsr. Alban kilsəsi Bərdə şəhərində yerləşməsi nə dəxli? Ona görə cavab Y variantı. 45. 8-in 30-cu illərin Mannada 735'də Aşur Urartun üzərinə hücuma keçir. Mannada Aşura kömək edir və bundan xeyli belə deyək qalibiyyət əldə eləyir. Eləcə də nüfuz qazanır. Sirdaqqa 714'dür. Bu 8-in 10-cu illərdə. Midiyada Assur əleyhinə qalxan üsyançılara yardım bu 672'dir. Yəni 7-ci əsrin 70-ci illərdə. Urartu dövlətinin müttəfiqinə çevrilməsi 716'dır. Assuriyan Urartu üzərində qələbəsində həlledici rol oynamışdı. Bəli 735. Uaş döyüşdə 716'dır. Cavab D. Dayı.
46. Qızıl Ordu dövlətinin başında böyük xan dururdu. Onun yanında məşvərətçi məclis vardı. Baskaq vergi yığırdı. İmtiyazlı təbəqə Tarxan idi. Verilənlərə əsasən aid ola bilməz. Dövlətin başında qeyri-məhdud hakimiyyətə malik hökmdar dururdu, düz deyir, məhdudiyyət yoxdur. Bir sıra əyanlar xana xidmət müqabilində bəzi imtiyazlara malik idi, düz deyir. Zaten deyir də feodalların içərisində bəzi imtiyazlı şəxslər var idi. İdarəçilik sistemi böyük yasa təbii ki, Monqol əsilli olduğu üçün böyük yasadan qaynaqlanırdı. Ana yasa Türkiyədədir. Xanın yanında qanunverici yox, məşvərətçi. Axı yuxarıda deyir sizə, onun yanında deyir məşvərətçi orqan. Ona görə də qanunverici yox, məşvərətçi. Qızıl Ordu dövlətinə feodal münasibətlər mövcud idi. Təbii ki, feodal dövlətdir. Zaten orada deyir də bəzi feodallar. Cavab D variantı. Uyğunluq pozulmuşdur. Azərbaycanda ilk pambıq təmizləmə zavodu Naxçıvandadır 1882, doğru. Açıq Söz qəzeti Müsavat Partiyasına dərc edilmişdi 1913, doğru. 4-cü Duma rəhbəri Xəlil bəy Xasməmmədov yox, Məmməd Yusif Cəfərovdur. C səhvdir. Xəlil bəy Xasməmmədov 2-dən 3-dədir. Paris konferansında İtaliyaya AXC üzərinə himayəçilik təklif olunmuşdu. Düz deyir. İtaliyaya demişdilər ki, sən xəyanət eləyib üçlərə Antanta tərəfə keçmişdin. Bu müqabilində AXC-ni verək sənə, bu da baş tutmamışdı. Sarıqamış döyüşündə Türk ordusu 1914-15-də məğlub olub, doğru. Səbəb nəticə doğru. Səlcuqlar Mərv şəhərində qurultay çağırdı. Paytaxtı Reydən yox, Reyə köçürtdülər. Nişapurdan Reyə, yanlış. El tutmuş Xarəzmşah Cəlaləddin öz ərazisinə sığıncağı verdi. Teymur Dehliyə getdi. Teymur yox, Monqollar, yanlış. Mosul hakimi Edessan tutdu. 2-ci xaç yürüşü oldu. Düz deyir, 1147-49-da. Cuji nəslində olan xanların hakimiyyəti başa çatdı. Monqol dövləti 4 ulusa parçalandı. Xeyr, Monqolun 4 ulusa parçalanması nəticəsində yaran belə Cuji 1227-də, 24-də. 27-də Çingiz xan ölüb. Ankara döyüşündə Teymurların qələbə qazanması Konstantinopol Osmanlılar tərəfindən fəthini gecikdirdi. Düzdür, 1402-də Ankara döyüşü oldu. Konstantinopol 51 il gecikdirdi. Cavab 3, 5, Y variantı. 49. Tayfaların mövcud olduğu dövr Tuncdan başlayıb deyənə aid olmasın. Kürqanlar var erkən Tuncda. Saxsı qabların hazırlaması, başlaması bu yanlışdır. Bu neolitdədir. Cavab B bəndi. İlk şəhər mərkəzləri Orta Tuncda, doğru. Xışın şumlaması erkən Tunc, doğru. Siklopikliklərdə son Tunc, doğru. Alp Arslan Anadolunu həmşərik tutub, düz deyir. Abbasilər xilafətinin aslalı salması bu toğruluğundur 1055, yanlış. Monqol əsilli Qarakitaylara məğlub olması bu Sultan Səncərdir, yanlış. Tacirlərin bəzi rüsumlardan azad edilməsi doğru. Hər ikisi Qaraxanlıya gedib. Bəli, Alp Arslan Qaraxanlılar tərəfindən öldürülüb, Məlik Şah isə Qaraxanlıları asılı edib. Xaçların hücumuna qarşı mübarizə, xeyr, Xaçlar bunlardan sonra gəlib. Cavab 1, 4, 5, yəni C variantı. 51. 7-ci əsrin 40-cı illərində Xəlifə Osman Azərbaycanın cənubuna qoşun göndərməsinə səbəb oldu, üsyan. Əhali üsyan qaldırmışdı. Cavab B bəndi. Cərmidən döyüşündə ərəb qoşunlarının məğlub olması, xeyr, üsyan bundan sonradır. Yəni Xəlifə Osman gəlişi bundan sonradır. Cavanşirin Bizans imperatoru danışıqlar aparması dəxlisiz bir cavabdır. Yusif, ümumiyyətlə bu dövrdə Yusif yoxdur. Dərbənd əhalisinin cizyə vergisi ödəməkdən imtina eləməsi, bu da elə ərəblərin öz xoşu ilə vergi almayıblar ki, şimal sərhədini qoruyurdu. Uyğun cavabımız B variantı. Xəritədə Lənkəran göstərilir bizə. Bolşeviklər tərəfindən Sovet hakimiyyəti qurulub. Burada düz deyir, Muğan Sovet Respublikası 1919-un mayı yaranıb, avqustu dağılıb. AXC-nin elan olmasından sonra ilk siyasi böhran burada yox, Gəncədə idi, yanlış. Araz Türk Respublikası Lənkəranda yox, Naxçıvanda yaranıb, yanlış. Azərbaycan ordusu Həbib bəy Səlimov gəlib burada qondarma Muğan Sovet Respublikasını avqust ayında devirib. Cavab 1, 4. 13-14-də mədəniyyət nümunələri. Hülakilərin dövrüdür. Marğa Rəsədxan fəaliyyətə başlayıb, bəli, Hülaki xanın göstərişi ilə Nəsrəddin Tosti tərəfindən, doğru. Şamaxıda Gülüstan qalası, Buğurt qalası, bunlar Eldənizlərə aiddir 12-ci əsr. Fəzlullah Rəşidəddinin Camiət Təvarix əsəri var idi, bəli, tarixin cəmi deməkdir. Fəzlullah Rəşidəddin Qazanxanın vəziri idi, həm də tarixçi idi. Bu doğrudur. Həşt Behiş sarayda demək, Yaqub Padşaha aiddir 1483, Ağqoyunlu, yanlış. Mahmudabad şəhəri, bəli, Qazanxan saldırmışdı, doğru. 1-3-5. Fəzil ibn Məhəmmədlə Eldəniz oxşadıq. Azərbaycan şimalında yeni dövlət, bir dövlətin şimalda cənuda yarandığını bilmək üçün ilk paytaxta baxıram. Fəzil ibn Məhəmməd demək,
Şəddadi hökmdarı idi. Şəmsəddin Eldəniz də Eldəniz hökmdarı idi. Amma Fəzli bin Məhəmməd dövlət yaratmayıb. Bir yanlışdır. Dəbil uğrunda mübarizə, bəli, ikisi də Dəbil uğrunda mübarizə aparıb. Şirvanşahlarla dost olub, bəli, ikisi də Şirvanla dostdur. Hətta Şəddadilər də Şavur idi, Şirvanla düşmən olan. Səlcuq qoşunlarının məğlubiyyətə uğradılması Fəzli Səlcuq görməyib. 54-cü sualımıza cavab 2-3. 55. Qədim Roma dövlətində orduda baş vermiş dəyişikliklər. Plebeylərin orduda xidmət etməsinə imkan verilmədi. Yalan deyir. Elə orduya gedən plebeylər idi. Kəndlilərdən ibarət olan ordu muzlularla əvəz olundu. Doğru. Kəndlilər ölkəyə çoxlu qul gətirildi deyənə kəndlilərin işi olmurdu. İşləyib özlərini yaragəlsə qala bilmirdilər. Yaragəlsə qala bilmədikləri üçün müharibəyə getmirdilər. Ona görə sərkərdələr muzla, pulla özləri üçün güclü qoşun yığırdı. Sonra həmin qoşun gəlirdi, daha dövləti saymırdı. Sərkərdələri sədaqət andı içirdilər. Cavabımız 2-4. Strateq söhbəti Yunanistandadır. Xronologiya. Ağ neft zavod sahiblərinin ittifaqının yaradılması 1893-də yaranıb 97-də dağılıb. Ağa və bəylərə ali müsəlman silk adlanıb 1843-də. Mazut konstitusiyası 1904-də dövlət kəndindən köçmək hüququnun ləğv edilməsindən 1853. 2, 4, 1, 3. Uyğunluq. Avropa Hun, Göytürk, Xəzər. Ağ Hun dövlətini bölüşdürən birinci Göytürkdür, Sasanilər 2-yə A. Dövlətdə ikinci nüfuzlu şəxs Xaqan bəyi Xəzərdə 3-ə B. Uyğurlar tərəfindən varlığına son qoyulub ikinci Göytürklü yoxdur, burada yazmırıq. Ərəblərin Şərqi Avropa yürüşünün qarşısını alan Xəzərlərdir, Qərbi Avropa isə Franklardır. Qərbi Roma imperiyasına hərbi yürüşlər, bu da Avropa Hundur. Situasiyamız. Azərbaycanın yerli əyanlarını və oturaq əhalisini arxalanan Cani bəy Şirvan ərazisinə maneəsiz keçərək arana daxil olur. O, Azərbaycan əhalisi tərəfindən səmimiyyətlə və rəğbətlə qarşılandı. Cani bəyin Təbrizə yaxınlaşması xəbərini alan Məlik Əşrəf Çobanilərdən gedir söhbət. Xəzinəsini götürüb qaçdı, lakin çox keçmədən tutuldu. Cani bəyə təhvil verildi. Cani bəy də onu öldürmək fikrində deyildi. Lakin Şirvanşah Kavus və başqa yerli feodallar bildirdilər ki, Əşrəf öldürülməzsə əhali mübarizədən əl çəkməyəcək. Cani bəyin fikrindən dönür, Əşrəfi öldürür. Məlik Əşrəf Təbrizdə edam edilir. Əşrəfin edam mərasimi Təbrizdən bayramı olur. İndi uşaqlar bunun gəlin suallarına baxaq. Azərbaycan əhalisi Qızıl Ordu xanı Cani bəyə rəğbətlə qarşılamasının səbəbi çünki gəlib onları Məlik Əşrəfin zülmündən qutaracaqdı. Mənbədə bəhs olunan dövrdə Məlik Əşrəf faktiki olaraq hansı dövlətdə hakimiyyət ələ almışdı? Hülakilər dövlətində. Mənbədə bəhs olunan tarixi hadisənin iki nəticəsini qeyd eləyək. Hülakilər dövləti və Çobanilər sülaləsi süqut elədi. Azərbaycan qısa müddətli Qızıl Ordu dövlətinin əlinə keçdi.